Salam, hər vaxtınız xeyir olsun. Alkenlər bölməsi üzvi kimya axırıncı toplayan 2025-ci ildə çıxan toplunun test izahını verirəm. Birinci sual, C3H6 və C2H4 qazların hansı nisbətdə götürmək lazımdır ki, onlar kütlələr bərabər olsun? Biraz riyaziyyatımızdan istifadə edirik. Həcm nisbət deyəndə mol nisbətlə də işləyə bilərik. Burada bizə emellər verib 42 və 28. 42 və 28 üçün məsələn 28-i 1/5-ə vursaq 42 eləyər. Deməli, birinci maddəmizi 1 mol, ikinci maddəmizi 1/5 mol götürsək, bunların kütlələri bərabər olacaq. Bizdə 1-in 1/5-ə yoxdur. Onda hər ikisini 2 dəfə artırıram. Olur 2, bu isə olur 3. İkinci nisbəti, yəni C variantı doğru variantdır. İkinci suala keçək. Sadə formullar siyahıya uyğun gələn maddələrin sırasını göstərin. Bunu necə tapacaq? İndeksləri ixtisar edəcəyik. Hansılarda CH2 qaldısa, deməli doğru cavab odur. A variantından başlayırıq. İkisi də cütədədir. 2-yə bölünür. 2-yə böldüm. C bir dənə qalır. Hidrogen 2 dənə. C3H6 da 3-ə bölürük. Hidrogen, karbon bir dənə, hidrogen 3-ə böləndə 2 dənə. Uyğun variant A variantı. İstəyirsə digərlərini də baxa bilər ki, nə üçün digərləri yanlış olsun. Məsələn, C2H6 birinci maddəyə baxaq. B variantında ixtisar edəndə 2-yə CH3 qalır. Digər ümumiyyətcə onu kəsirdi. C-də də C2 2-yə böldük, CH2 qalır. 3-ə böldük, yenə də tam ədəd almırıq. Və gördüyümüz kimi uyğun variant A variantıdır. Keçək üçüncü suala. 1,4 qram alkenin 3,2 qram bromla birləşmə reaksiyasına girdiyini bilərək onun formunu müəyyənləşdirin. Biz bilirik ki, alkenlərdə bir pir abidəsi var. Bir pir abidəsi varsa, deməli 1 mol brom birləşdirir. 1 mol maddə birləşdirilər. Bromda bəsit maddə şəklində brom 2 yazırıq. Və tənasübümüzü qururuq. 1,4 qramla 3,2 qram birləşirsə, biz bromun emeri birbaşa verilib 160 x. Və bu x biz tapacaq alkenimizin emerini. Emer də bərabər olacaq 70-ə. Emer düsturundan öndürdüyün alkenlərin emer düsturu CNH2-dən emer düsturu 14 dönə bərabərdir. Bərabər edirəm 70-ə. N də bərabərdir 5-ə. Deməli, bu C5 imiş və cavabımız da D variantı C5H10 olacaq. Şimdi keçək dördüncü suala. Dördüncü sualda bizə verilir ki, propilen molekulunun metil qrupundakı C karbon və hidrogen rabitələri hansı orbitalın örtülməsindən yaranır? Ümumiyyətcə karbon propileni yazaq. CH2, CH, CH3. Bütün alkenlərdə 2 qat rabitə ilə birləşmiş karbonların hibrid vəziyyəti sp2-dir. Yəni, bu iki karbonumuz sp2 hibrid vəziyyətindədir. Digər karbonlar isə sp3 hibrid vəziyyətindədir. Bizdə də metil dediyinə görə söhbət CH3-dən gedir. Karbon hidrogen arasında rabitə soruşur. Karbon bildik ki, sp3 hibrid vəziyyətindədir. Hidrogendəki bir tək elektron mövcuddur və o da S yarım səviyyəsində yerləşir, yəni sfera forması əmələ gətirir həmin elektronun hərəkəti nəticəsində. Belə ümumiləşdirsək cavabımız nə olacaq? Karbon atomunun sp3 hibrid orbitalı ilə hidrogen S orbitalı arasında rabitə yaranacaq. Hansı variantda? Cavabımız C variantında doğru fikir görürük. Keçirik 5-ci suala. 5-ci sualda pentin 2 molekulunda sp3 hibrid vəziyyətində neçə karbon atomu var? Müəyyənləşdirək. Pentin 2-ni yazaq. Necə yazacaq? 5 dənə karbon pentin dediyinə görə alkanlarda da bilir ki, pentan karbon sayı 5-dir. Penten də uyğun olan alkenlərdə 5 karbondan söhbət gedir. 5 karbonu bir-birinə birləşdiririk. Buradakı 2 qat rabitənin yerini göstərir. Sonda yazılan 2, yəni 2 qat rabitə ikinci karbon, üçüncü karbonun arasında yerləşir. Və hidrogenləri tamamlayaq. Molekulundakı sp3 hibrid vəziyyətində neçə karbon atomu? Bayaq dediyimiz kimi alkenlərdə 2 qat rabitə ilə birləşmiş karbonlar sp2-dir. Digər karbonlar isə sp3 hibrid vəziyyətindədir. Beləliklə 1, 2, 3 karbon sp3 hibrid vəziyyətindədir. Açmadan da yenə cavabımızı müəyyənləşdirə bilərdik. Necə? 5 karbon varsa biz biliriksə ikisi sp2-dir. Deməli 3 sp3 hibrid vəziyyətindədir. Ona görə cavabımız da, yəni penten 1 də versə, penten 2 də versə fərqi yox idi.
Cavabımız 3 olasıydı. Cavab ona görə Y variantını götürürük. Keçdik 6-cı suala. 6-cı sualda karbohidrogenlərdən hansı hidrogenlə reaksiya daxil olur? Bir variantlara baxaq. Gördüyümüz kimi variantlardan etan, metan, propan, pentan, bunlar alkanlar sinfinə aiddir. Biz də bilirik ki, alkanlar hidrogenlə birləşmə reaksiyasına daxil olmurlar. Amma bütün alkendir. Pir abidəsi olmağı əsasında pir abidəsi vardır. Hidrogenlə birləşmə reaksiyasına daxil olur. Cavabımız C variantı doğru fikirdir. 7-ci sualda reaksiyasına hansı maddə alınır? İndi baxırıq ki, bu da alkenlərin birləşmə reaksiyasına aid sualdır. Birləşmə reaksiyası yalnız alkenlər 1 mol maddə birləşdirə bilər və bu yalnız 2 qat rabitəli karbonlara birləşər. Başqa digər karbonlara birləşmə reaksiyası baş vermir. İndi 2 qat rabitə ilə birləşmiş karbonlara diqqət yetiririk. Markovnikov qaydası əsasında birləşdiririk. Markovnikov qaydasını qısaca necə deyirik? Hidrogeni çox olan karbonla, xlor isə hidrogeni az olan ion mexanizminə gedən bir reaksiyadır. Bu pir abidəsi karbon hidrogen arasında bu 2 qat rabitə ilə birləşmiş karbon arasında pir abidə qırılır. Yəni bu rabitəmiz zəif rabitədə qıraq və bunların birinə hidrogen, birinə isə xlor birləşdirdik. Qeyd elədik ki, hidrogeni çox olan karbona, xlor isə hidrogeni az olan karbona birləşdiririk. Buna uyğun variant axtarırıq. Görək hansı variantda bu cavabımız mövcuddur. A variantında gördüyünüz kimi sona birləşib, doğru deyil. B variantda birinci karbona birləşib. Bu da doğru değil. Uyğun cavabımız C variantıdır. Baxaq görək. C variantı deyil. Üzr sayın. C variantı deyil. Səhv baxdıq. D variantı da ola bilməz. Niyə D variantı ola bilməz? 2 qat rabitə ümumiyyətcə qırılmır. Y variantıdır ki, burada CH2'miz olur. Burada isə xlorumuz olur. Cavabımız doğru cavab Y variantı. Keçək 7-ci sualdan sonra 8-ci sual. Normal şərtdəki sıxlığı 2,5 qram bölü litr olan alkenin 11,2 qramla neçə litr H-xlor birləşdirir? Birinci tabaq bu görək hansı alkendir. Normal şərtdəki sıxlıq düsturuna görə rho bərabərdir molyar kütlə, yəni mR böləcək 22,4-ə. Oradan bu düstur əsasında biz maddəmizin mR-ni müəyyənləşdiririk. Görək hansı alkenlə söhbət gedir. Rho-nu normal şərtdəki sıxlığını vuruq 22,4-ə, 2,5-i vurduq 22,4, o da bərabərdir 56-ya. Tapdıq 56-dır həmin maddəmizin mR-i. Biz bilirik ki, alkenlər 1 mol maddə birləşdirir. İstənilən alken, hansı alken olsun, 1 mol H-xlor birləşdirir. Deməli, bu maddənin 56 qramı 1 mol maddə birləşdirirsə, yəni H-xlor, 112 qramı X, o da 2 mol olacaq. 2 moldakı litrə çevirəndə vururuq 1 molumuz istənilən qazın 1 molunu tutduğu həcmi 22,4-dür. Deməli 2 mol verəcək 44,8. Cavabımız da A variantı. Doğru variant. Keçdik növbəti suala. Normal şəraitdə sıxlığı 2,5 qram bölü litr olan alkenin neçə qramı 44,8 litr H-xlorla birləşir? Yuxarıdakı reaksiyanın əksini soruşur. Beləliklə bildik ki, 2,5-i vurduq 22,4-ə, tapdıq mR-ni 56 qramdır, yəni molyar kütləsi 56-dır. 56 qram 1 mol deməkdir. 1 mol bilir ki, 1 mol maddə birləşdirir. 1 mol maddəmizin də həcmi 22,4 eləyəcək. H-xlor qaz halında olmalı 22,4. 44,8 litri bəs bunun neçə qramı ilə birləşər? X də bərabərdir 112 qram. Cavabımız C variantı. 10-cu suala keçirik. Hansı dixloralkanın sink metala təsir etdikdə alken alınır? Alkenlərin alınma reaksiyasıdır. Alkanların dihalogen törəməsinin üzərinə sinklə təsir etdikdə alken ala bilərik. Şərtimiz budur ki, halogenlər yanaşı yerləşsin, yanaşı karbonlarda olsun. Birinci fikir, gördüyümüz kimi, xlorların birləşdiyi karbonlar yanaşı, yəni qonşu karbonlardır. Buradan alken ala bilərik.
İkincidə görürük ki, xlorların birləşdiyi karbonlar qonşu, yəni yanaşı karbonlar deyil. Buradan sikl alkan alacaq. Ona görə bu səhvdir. Üçüncüyə baxırıq. Üçüncüdə baxırıq ki, xlorlar yanaşıdır. Bəli, buradan biz alken ala bilərik. Dördüncüyə baxırıq ki, xlorların birləşdiyi karbonlar yanaşı, yəni qonşu karbonlar deyil. Deməli, buradan da almarıq. Cavab 2 ilə 3 Y variantı doğru fikirdir. 11-ci suala keçirik. 11-ci sualda bizə nə verib? Propen almaq üçün sink tozu ilə hansı birləşməyə təsir etmək lazımdır? Propen almaq istəyirik. Biz bilirik ki, gördüyümüz kimi dihalogen və monohalogen törəmə verilib. Dihalogen törəmədən propen almaq istəyiriksə, xlorlar yəni eyni karbonda və ya aralı karbonlarda olmamalıdır. Yanaşı karbonlarda olmalıdır. Buradan da cavabdan da görürük ki, 1-3 bir-birinə uzaq karbonlardır. Sonra 1-1, 2-2 eyni karbondur. Y variantı ümumiyyətcə bir dənə xlordur. Buradan biz alkeni almarıq, monohalogeni almırıq, dihalogeni. Amma C variantına baxsaq, gördüyümüz kimi xlorlar yanaşı karbonlardadır. Ona görə biz buradan bəli alken ala bilərik, propen alacaq nəticəmizdir. Deməli, üzərinə sink gələrik. Nəticədə sinklə xlorlar birləşir, sink-xlor kəmələ gətirir. Xlorlar çıxartdığımız karbonların arasına isə 2 qat rabitəmizi, yəni bir rabitəni əlavə edirik. Bu cür rahat yadda salırıq. Xlorlar hansı karbonlardan çıxardırıqsa, həmin karbonlar arasında 2 qat rabitə əlavə edirik, yəni bir rabitə əmələ gəlir. Beləliklə 11-ci sualın cavabı C variantı. 12-ci suala keçək. Propilen almaq üçün 2 brom propana hansı maddələ təsir etmək lazımdır? Monohalogen gördünüzsə, monohalogenli törəmə, onda biz alkan monohalogen törəməsi üzərinə qələmli spirtli məhlulu əlavə etdikdə alken ala bilərik. Uyğun elə cavabımız da A variantı. Su götürmürük qətiyyən. Niyə? Çünki qələmli spirtli suda məhlulunu götürsək, spirt alarıq. Bizdə isə alken almaq istəyiriksə, spirtli məhlulu qələminin götürülür. 13-cü sual. Hansı maddənin sink ilə qaşıq təsirindən doymamış karbohidrogen alınır? Yəni, alken almaq istəyirik. Məqsədimiz dedik ki, halogenlər qonşu karbonlarda olmalıdır. A variantında brom 1, 2, 3, 4. Birinci və dördüncü karbona birləşib olmaz. B variantında 1, 2, 3, 4, 5. Birinci və beşinci karbona birləşib olmaz. Bunlar hamısı sikl alkan alacaq. C variantında brom 1, 2, 3, birinci və üçüncü karbona birləşib yenə olmadı. D variantında 1, 2, 3, 4, birinci, dördüncü karbona birləşib olmadı. Y variantına keçək. Y variantında gördüyümüz kimi karbonlar yanaşı ardıcıl bromlarımız ardıcıl karbonlara birləşib. Yanaşıdır yəni karbonlarımız. Ona görə buradan ala bilərik. Cavabımız da Y variantı oldu. 14-cü suala keçirik. 14-cü sualda bizə verilib ki, hansı birləşmə sink tozu ilə qarışıq təsirlə 2 metil propen alınır? Sink tozu ilə qarışılan 2 metil propen, gəlin 2 metil propeni açaq. Əvvəlcə propendən başlayıram. Propenda 3 dənə karbonla yanaşı birləşdirdik. Propen dediyinə görə 2 qat qoyuruq. 2 metil dediyinə görə ikinciyə CH3 qrupu birləşdirdik. Hidrogenlərimizi tanımlayırıq. Bu bizim deməli alkenimizdir almaq üçün. İndi bizdə baxırıq ki, 2 qat rabitə hansı karbonlardadır? Birinci və ikinci karbonlar. Deməli, bunlara halogen birləşib ki, bu halogenlərin də sinklə təsirindən halogenlər sinkə birləşir. Nəticədə həmin karbonlar arasında 2 qat rabitə əlavə olunub. İndi baxaq görək hansı variantda görəcək bu deyiləni. Bəli, D variantında. Baxın, bu pi rabitəni silirəm. Bura xlorlar birləşdirirəm. Beləliklə, bu maddəni adlandırırsaq 1-2 dixlor 2 metil propandır. Bu da harada var? D variantı. 1-2 dixlor 2 metil propan. Bunun sinklə qaşıq təsirindən 2 metil propen ala bilərik. Bugün 14 sual izah elədim. İnşallah davamında qeyd edəcəm.